Sabunçu tibb mərkəzindəyəm, yəni Sabunçu xəstəxanası hamımızın tanıdığı, amma narahat olmağa dəyməz. Bu bizim gördüyümüz, bildiyimiz o Sabunçu xəstəxanası deyil. Əslində mənim burada bir işim var idi. MRT-yə düşmüşdüm və istədim o gördüklərimi sizinlə bölüşüm. Sabunçu xəstəxanası artıq tamam dəyişib. Söhbət nədən gedir? Ən müasir avadanlıqlar var burada. Ən yaxşı nəqliyyat vasitələri, hansı ki, təcili tibbi yardım istifadə olunur. Yəni onları bax belə görə bilərsiniz və bunları biz belə deyək də xüsusi olaraq deməmişik. Ya, proses hamısı olduğu kimi necə var eldə göstərirəm sizə. Həyəti, təmizliyi və ən əsası qapıdan daxil olanda içəri birinci polis mühafizəsi var, sonra daxili mühafizə var. Bu çox vacibdir insanların təhlükəsizliyi üçün. Müasirlikdən əlavə də qeyd eləmək istəyirəm ki, burada ən yaxşı avadanlıqlar quraşdırılıb. Radiologiya şöbəsində MRT avadanlığı, KT avadanlığı, hansı ki siz onu görəcəksiniz və xəstəxana üçün vacib olan nədir? Laboratoriyadır. Bax, indi sizə görüntülər təqdim eləyirəm. Həmin görüntüləri baxan mütəxəssislər görəndə görəcəklər ki, bunlar ən müasir avadanlıqlardır, laboratoriya avadanlıqlardır. Düzgün cavabların əldə edilməsi, hətta xaricə göndərilib geri alınan cavabların eynisini siz bax elə burada əldə eləyə bilirsiniz. Məsələn, terapiya şöbəsi ilə tanış olun. Terapiya şöbəsində gördüyünüz bax bu təmiri görürsünüzsə, hiss olunmur da, yəni o əvvəlki Sabunçu xəstəxanası deyil. Elə bil özəl klinikadasınız. Bax belə bir fərq var və mən bunu bura gələndə gördüm. İstədim sizinlə bölüşüm. Bir məsələni də qeyd edeyim. Cərrahiyyə şöbəsindən danışmaq istəyirəm. Azərbaycanda cərrahiyyə ilə bağlı birincilik yerində olub, ilkdə olubdu Sabunçu xəstəxanası və bir çoxlarına bəlkə də qəribə gələ bilər, amma reallıq bundan ibarətdir. Üst çənə cərrahiyyəsi üzrə və yaxud da beyin cərrahiyyəsi olsun, digər cərrahiyyə istiqamətlərində də Sabunçu xəstəxanasında artıq ən yaxşı həkimlər var və ən müasir həkimlər var. Ən müasir avadanlıqlardan peşəkar həkimlərin nəzarəti altında bax belə əməliyyatlar həyata keçirilib. Ona görə də həqiqətən də real reytinqdə respublikada, cərrahiyyədə birinci yerə çıxıblar. Xüsusi olaraq da vurğulamaq istəyirəm ki, Sabunçu xəstəxanasına gün ərzində 1600-2500 arası müraciət daxil olur və bu az deyil, kifayət qədər yüksəkdir və bu həm də artıq insanların inan və etimadından irəli gəlir. Və icbari tibbi sığortanın ən yüksək səviyyədə, daha dolğun şəkildə işləməsi bugün Azərbaycan vətəndaşının həqiqətən də icbari tibbi sığortadan layiqincə istifadə eləyib yararlanmasına şərait yaradıb və mən burada gördüyüm o şəraitə, yaranan o xidmətə, göstərilən o diqqətə görə də təşəkkür eləmək istəyirəm və özümə borc bildim ki, sizi də Sabunçu xəstəxanasında gördüklərimlə bağlı məlumatlandırım və çox şükür ki, artıq o bizim gördüyümüz dağılmış, üfunət iyi verən, o bərbad vəziyyətdə olan Sabunçu xəstəxanasından əsər, əlamət qalmayıb. Ona görə də təşəkkür edirəm bu işi yaradanlara, bu işi quranlara və bütün kollektivə də minnətdarlığımı bildirirəm.